Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugün sizə ana qarışqalarımız və onların koloniyaları üçün qurduğum uyğun şərait haqqında danışacağam. Uyğun şərait dedikdə ilk olaraq boş bir qutu götürdüm. Qapaq hissəsinə 3-5 ədəd deşik açdım ki, içəridə hava axını olsun. Qutunun içərisini isə alüminium folqa ilə bağladım. Alüminium folqa içəridəki havanı isti saxlamaq üçündür. Alüminium folqanın üstündən isə quru salfetka ilə örtdüm. Çünki quru salfetka qutu içərisində ola biləcək titreşimlərin qarşısını alacaq. Bu sayədə test tüpü içərisindəki ana qarışqa stressdən maksimum dərəcədə uzaq qalacaq. Əlavə olaraq qutunun içərisinə istiliyi və rütubəti ölçmək üçün termometri yerləşdirdim. Videoda termometrin 27 dərəcə istilik və 35% rütubət göstərdiyini görürük. 27 dərəcə istilik yumurtaların inkişafı üçün ideal dərəcədir. 35% rütubət isə qutu içərisindəki rütubətdir. Narahat olacaq bir şey yoxdur. Test tüpü içərisindəki rütubət isə təxminən 55-65% olacaq. Beləliklə, ana qarışqaların yumurtalarının daha sürətli şəkildə inkişafına dəstək olur. İndi isə yeni tapdığım Tetramorium cinsinə aid olan ana qarışqalarımızı müşahidə edəcəyik. Və ardından 10 gün qabaq sizlərə göstərdiyim Campanatus ana qarışqamızın vəziyyətinə baxacağıq. Gəlin öncəliklə Tetramorium ana qarışqamızın necə tapdığıma baxaq. Nəzərinizə çatdırım ki, mən Polşada yaşadığım üçün hava şəraiti Azərbaycandan fərqlidir. Bir neçə həftə burada havalar yağışlı keçdi. Ona görə də ana qarışqalar nisbətən daha gec cütləşmə uçuşuna çıxdılar. Bu videonu mən səhər tezdən çəkmişəm. Bundan bir gün qabaq isə demək olar ki, gün ərzində ancaq yağış yağmışdı. Həmin gün səhər tezdən havanın istilik dərəcəsi 19-20 idi. Bu da Tetramorium ana qarışqaları uçuşu üçün idealdır. Videoda gördüyünüz kimi addım başı ana qarışqalar gəzişirlər. Bəziləri artıq qanadlarını töküb özünü yuva axtarır, bəziləri isə hələ qanadlarını tökməyib. Bu dəfə qarışqa koloniyası qurmaq üçün ənənəvi yoldan kənara çıxdım. Bir yox, 2 Tetramorium ana qarışqasını eyni test tüpünə yerləşdirdim. Adətən bu növ ana qarışqalar tək başına koloniyalar qurur. İlk günlər sakit keçdi. Hər ikisi tərəddüdlə hərəkət edirdi, bir-birinə toxunmamaq üçün sanki ehtiyat edirdilər. Amma indi artıq test tüpündə yumurtalar görünməyə başlayıb. Hər iki ana qarışqa vəziyyətindən razıdır. Bəs 2 kraliça bir test tüpündə nə qədər qala bilər? Bu sınaq tək mənim üçün deyil, sizin üçün də təcrübə olacaq. Gəlin birlikdə izləyək, sonda bizi nə gözləyir? Həyatda qalmaq üçün döyüşməlidirlər, yoxsa birgə yaşamağın yolunu tapacaqlar. Bu isə mənim Campanatus ana qarışqamdır. Bir həftədir ki, öz yeni yuvasına yerləşib və artıq iç yumurtalarını qoyub. Artıq bu müddət ərzində daha diqqətli olmaq lazımdır. Ana qarışqanı narahat etməməli, stresə salmamalı. Çünki stres yaşayan ana qarışqa ölə bilər və hətta yumurtalarını da məhv edə bilər. Böyük ehtimal ki, bir neçə həftəyə ilk işçi qarışqalar çıxacaq. Mən də işçi qarışqalar görmək üçün sizin kimi səbirsizlənirəm. Amma koloniyanı düzgün şəkildə inkişaf etdirməliyəm. Bunun üçün sadəcə bir müddət gözləmək lazımdır. Gəlin sizinlə bu koloniyanın necə böyüdüyünü birlikdə izləməyə davam edək. Bugünkü gündə mənim 5 tip koloniyam var. Bunlardan biri Campanatus, digərləri isə Tetramorium növünə aiddir və hər ana qarışqa artıq yumurtalarını qoyub. Bu mərhələdə çox ehtiyatlı olmaq lazımdır. Nə qədər az müdaxilə olsa, bir o qədər sağlam koloniya yaranacaq. Mən də ana qarışqaları stresi salmamaq üçün artıq müşahidələrimi minimuma indirmişəm. Əgər bu prosesi birlikdə izləmək, koloniyaların böyüməsini mərhələ-mərhələ görmək istəyirsinizsə, kanalıma abunə olun, videonu bəyənin və mənə dəstək olun. Həmçinin təklif, sual və iradələriniz varsa, şərh bölməsinə yazmağı unutmayın. İlk işçilər çıxan kimi daha aktiv və daha maraqlı videolar gələcək. Məni izləməyə davam edin. Sağ olun.